أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد والثناء لله رب العالمين وبه نستعين وهو خير ناصر ومعين وصلى الله على سيدنا محمد وآله الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين اللهم عجل لوليك الفرج واجعلنا من خير أنصاره وأعوانه وشيعته والخادمين والمجاهدين بين يديه وامنن علينا برضاه يا فاطمة اشفعي لي في الجنة. Dərsimizə başlamazdan əvvəl bir dənə münasibəti qardaşların xidmətinə çatdırım, ondan sonra dərsimizi başlayaq. Bugün bilirsiniz ki, bugünkü keçdi, yəni geridə qaldı. Bugün də İmam Rıza əleyhissalamın bacısı, İmam Musa-i Kazım əleyhissalamın qızı və İmam Muhammed Təqi əleyhissalamın da bibisi olan Həzrəti Fatimə-i Məsumə salamullahu aleyha ki, mübarək Mərqəbi Qum şəhərindədir, mübarək ziyarətgahı Qum şəhərindədir, vəfatı günüydür. Həzrəti Məsumə salamullahu aleyha həqiqətən də çox böyük fəzilətə malik bir seyyidə xanımdır. Hətta mən bu həzrətin fəziləti barəsində bir dənə olmuş hadisəni qeyd eləyirəm, ondan sonra dərsimizi inşallah davam elətdirəcək. Ayətullah Mərəşi Nəcəfi rəhmətullahu aleyh ki, İmam-ı Zaman əleyhissalamla görüşə bilən şəxslərdən biri olubdur. Görüşlərinin birində İmam Zaman əleyhissalamdan xahiş eləyir ki, ağa mən də seyyidəm və sizin övladlarınızdan biriyəm. Mənim anam da Həzrəti Zəhradır və bir övlad kimi, bir seyyid kimi mənim də haqqımdır ki, Həzrəti Zəhranın mübarək qəbrin ziyarət eləyəm. İcazə verin, yerin deyin, anamın qəbrini salamullahu aleyha ziyarət eləyim. Ağa buyurur ki, bu mümkün olan şey deyil. Həzrəti Fatimə-i Zəhra salamullahu aleyhanın bi əbi anha və ummi mübarək qəbri əhl-i beytin yanında bir sirdir. Onu heç kimə açıqlaya bilmərik, icazəmiz yoxdur. Amma əgər istəsən ki, Həzrət Fatimə-i Zəhra salamullahu aleyhanın mübarək qəbrin ziyarətinin savabına çatasan, get bizim Qumda dəfn olunmuş bibimiz Həzrəti Fatimə-i Məsumə salamullahu aleyhanın qəbrini ziyarət elə Həzrəti Fatimə-i Zəhranın salamullahu aleyha qəbrin ziyarət eləmiş kimisən. Bu fəzilət, bu İmam-ı Zamandan olan bu söz Həzrəti Fatimənin salamullahu aleyha fəziləti barəsində bəsdir həqiqətən də. Ki, onun ziyarətinin savabı bu qədərdir. Və ya İmam Sadiq əleyhissalamdan hədis var, buyurur, siz şiyyələrin ziyarətgahı, hərəmi biz əhl-i beytik, yəni sizlər gəlib bizi ziyarət eləyirsiniz, biz sizin ziyarətgahınızıq, biz əhl-i beytin də ziyarətgahı Qumda bibimiz Həzrəti Fatimə-i Məsumənin ziyarətgahıdır. Biz əhl-i beyt də Qumda Həzrət Fatimə-i Məsuməni ziyarət eləyirik, salamullahu aleyha. Bu iki dənə mənim fikrimcə, iki dənə hədis Həzrət Fatimə-i Məsumənin fəziləti və uca məqamı barəsində kifayət eləyər. Öz qardaşı və imamı Həzrət İmam Rıza əleyhissalamın bilirsiniz, çağırışınla Mədinədən Quma hicrət eləyəndə Qum şəhərində, daha doğrusu Mədinədən Xorasana, yəni bugünkü Məşhəd şəhərinə hicrət eləyəndə İmam Rıza əleyhissalam ki, çağırır, deyir, mənim ömrümün axır vaxtlardır, bacıcan gəl yanıma. Həzrəti Məsumə salamullahu aleyha durmadan, dayanmadan öz imamının çağırışına ləbbeyş deyir və oradan qalxır Mədinədən Xorasana yola düşür. Ancaq səfəri başa vura bilmir. Gəlir Qum şəhərinə çatanda Həzrəti Fatimə-i Məsuməni Qum əhli çox möhtəşəm şəkildə möhtəşəm şəkildə qarşılayır və bu da Qum əhlinin şərəfinə bir şərəf qatır ki, imamın bacısını bu cür qarşılayırlar, bu cür onun istiqbalına çıxırlar.
və orada da həmin xəstəlikdən dünyasını dəyişir və həmin qum şəhərində də bastırılır. İstədim Həzrət Fatimə-i Məsumə salamullahi aleyhanın vəfatı günündə ürəyimizi İmam-ı Zamana Həzrət Fatimə-i Məsumiyə yaxınlaşdıraq, bir necə kəlmə az da olsa barəsində məlumat verdik. Həzrət Fatimə-i Məsumə salamullahi aleyhanın və Həzrət Fatimə-i Zəhra salamullahi aleyhanın pak və müqəddəs ruhlarını salavatla yad eləyək. Allahümmə salli alə Muhammed və alə Muhammed. Bugünkü dərsimizin 2 dənə mövzusu var, qardaşlar. Birinci mövzumuz Peyğəmbərlərin ismətinə qarşı yönəlmiş şübhələrin araşdırılması, Peyğəmbərlərin məsumluğuna yönəlmiş iradları bəyan eləyəcək ki, nə kimi iradlar bəyan olunubdur. İkinci mövzusu isə sırf İslam Peyğəmbərinə qarşı yönəlmiş şübhələrin araşdırılmasıdır. Bir ümumi Peyğəmbərlərin, bir də İslam Peyğəmbərinə yönəlmiş şübhələr ki var, hətta bu şübhələr ayələrdə belə olmuş olsa ki, mövcuddur bu cür ayələr, onlar barəsində danışacaq. Peyğəmbərlər vəhyi qəbul edib onu insanlara çatdırmaqdan əlavə yaşayışlarının bütün mərhələsində ismət, yəni məsumdurlar, ismət sahibidirlər. Peyğəmbərin vəhyi qəbul eləməkdə və çatdırmaqda məsum olmalarına, yəni heç bir xətaya yol verməməklərinə şəkk şübhə yoxdur. Yəni onlar o səs ki eşidirlər, vəhiy, yəni gizli pıçıltı deməkdir də, mələklər gəlir, mələk Həzrət Cəbrail əleyhissalam ki, vəhiy mələyidir, gəlir, Peyğəmbərə deyir, Allah sənə bunu deyir. O vəhyi qəbul eləməkdə məsumdur, yəni heç bir xətaya yol verə bilməz. Mümkün deyil unudan, səhv eşidə, yaxud da hər hansısa bir xətaya yol verir. Bu mümkün olan bir şey deyil, məsumdur, yəni heç bir xətaya yol verə bilməz. Yaxud da vəhyi çatdırmaqda, yəni o ki alıbdır doğru düzgün, indi onu çatdıracaq zamanda o heç bir xətaya yol verə bilməz orada ki, bir hərf səhv desin, bir hərf aşağı desin, özünü səhvən eləsin, qəsdən eləsin, bu şeyləri mümkün deyil. Bundan əlavə Peyğəmbərlər hətta həyatlarının digər bölmələrində də, başqa sahələrində də həyatlarının məsumdular. Yəni, heç bir xətaya yol vermirlər bunlar. Ola bilər onların isməti nəfsi mələkə xatirinə olmuş olsun, yaxud da bir mələk onları, həyatlarını bütün yönlərində qurusun. Mümkündür bunlar, bununla işimiz yoxdur, hələ bəhsimiz bunun üzərində deyil. Mümkündür, qardaş, bu isməti, məsumluğu, xətakarsızlığı onlar səyləri nəticəsində qazansınlar. Yaxud da onlara Allah bir dənə mələk təyin eləsin, o mələk bunları həyatında qorusun. Bizim bundan işimiz yoxdur. Əgər Peyğəmbərlər vəhyi qəbul etməkdə, yaxud onu cəmaata çatdırmaqda səhvə yol versələr, insanı kamala çatdıra bilməyəcəklər. Nəticədə ilahi sifariş pozulacaq. Nədir ilahi sifariş? İlahi sifariş yəni ki, Allah ki, insanı yaratdı və yaratmaqda məqsədi, qərəzi buydu ki, insan kamala çatsın və Peyğəmbərləri göndərdi və onlara sifariş verdi ki, mən sizə onları kamala çatdıracaq yolu öyrədirəm və siz də insanları bu öyrəndikləriniz və elminiz, bildikləriniz nəticəsində kamala çatdırın. Bunu sifariş elədi. Əgər Peyğəmbər məsum olmasa, bu sifarişi pozacaq. Allahın sifarişi pozulmuş olacaqdır nəticədə. İndi əgər Peyğəmbərlər vəhyi insanlara çatdırmaqda məsum olmasalar, ilahi sifariş nəticə etibarından aradan gedəcəkdir, qardaş. Qeyd edilən dəlil əsasında, hansı ki dedik, nə ola bilər Peyğəmbərlər məsum olmasa, məlum oldu ki, Peyğəmbərlər məsumdular. Ancaq bir sıra ayələrin zahiri Peyğəmbərlərin məsum olmalarının əleyhinədir. Yəni, bir sıra ayələr var, qardaş. Onlar deyir ki, Peyğəmbər məsum deyil. Ayədir, Quran ayəsidir. Amma bu ayələrin zahiridir da onlar. Yəni, həqiqəti deyil. Odur ki, bəzi Quran ayələrinin zahiri Peyğəmbərlərin məsumluğunu inkar edir. Oxuyacaq həmin ayələri.
Görəsən bu iki ayrı baxış eyni zamanda necə mümkündür? Yəni Quranda bəzi yerlərdə deyir peyğəmbərlər məsumdur, heç bir günah eləməyiblər, bəzi yerlərdə də nə deyir? Deyir günahkardılar. Günahkar da demir əlbəttə, ha. Yəni müəyyən sözlər deyir ki, o günahkar olmaqlarına dəlalət eləyir ki, onların da cavabını verəcək inşallah ki, burada nə demək istəyir Allah Taala. Şiənin əqidəsinə əsasən, yəni şiələr belə düşünürlər. Əgər bir dənə məsələ əqli sübuta yetərsə, yəni ağıl onu sübut eləyərsə ki, bu məsələ belədir, bu məsələ Qur'anın zahirinlə uyğun gəlməsə, Qur'anın zahirinə yox, əqlin hökmünə əməl eləyirik. Qur'anın zahirinə yox, diqqətli olun ha. Qur'anın zahirinə yox, əqlin hökmünə əməl eləyirik. Qulaq asın deyəcəm. Misal üçün, əql ilə sübut olunur ki, Allah Taalanın əli, qolu və heç bir cismani üzvü yoxdur. Ağıl bunu sübut eləyir və biz təvhid bəhslərində bunu sübut elədik və inşallah gələcək dərslərimizdə də yəqin ki, bu bəhslərə toxunacaq. Sübut elədik ki, Allah Taalanın cismi olması mümkün deyil. Niyə? Onları öz yerində demişdik. Düzdür, qardaş, ağıl bunu yəqinə çatdı. Sübut elədi ki, Allah Taalanın əli, qolu, gözü və heç bir cismani orqanı yoxdur. Amma Quran nə buyurur? Quran buyurur, Yədullahu fəvqa əydihim. Allahın əli bütün əllərin üzərindədir. Allahın əli bütün əllərin üzərindədir. Salamünaleyküm. Quran da bunu deyir. Bu kimi yerlərdə ayənin zahirinə yox, əqlin hökmünə əməl olunacaqdır. Aleykümselam. Yəni ağıl ki deyir, yox qardaş, mümkün deyil Allah Taalanın əli qolu olsun və bunu da sübut eləyir. Burada gələk biz əqlin hökmünə əməl eləyək. Əlbəttə mən bir şeyi də qeyd eləmək istəyirəm. Ola bilsin kimlərsə bu bizim sözümüzü eşidər, deyər şiələr bu cür fikirləşirlər. Yox, deyilə şiənin özü də ola bilər səhv başa düşdün. Çünki necə olar Quran ki əslən Allah insanın əqli də Allah tərəfindəndir və naqisdir, amma Quran kamildir, tam bir kitabdır. Necə ola bilər biz naqis əqlimizə əməl eləyək, amma Quranın zahiri belə olsa qoymuş olur. Əlbəttə burada hansı əqildən söhbət gedir? Burada Qur'ana və ilahi mənbəyə dayanan, dirənən əqildən söhbət gedir. Nəinki hər kəsin əqli elə məsələn oxudu Qur'anı kəsmir, ağlı başqa şey kəsir, getsin öz ağlının hökmünə əməl eləsin, Qur'ana yox. Əlbəttə heç insanın belə ixtiyarı da yoxdur ki, açsın Qur'anı görsün, orada nə deyir, ona da əməl eləsin. Qur'ana əməl eləməkdən ötəri gedək Qur'anşünas olasan, müctəhid olasan ki, oradan o hökmləri ələ gətirmək ixtiyarın və qüdrətin olsun ki, Qur'anın əməldə eləyəsən. Adi insanlar barəsində deyil yəni bu söz. Yaxud da mən bura qədər aydın oldu. Yaxud da başqa bir misal çəkeyim. Bəlkə də demişəm bu misalı, amma yeri var, yerinə düşüb mən deyim bir də. Molla Sədra, rəhmətullahu aleyh, Molla Sədra fəlsəfənin atasıdır. Belə ad qoyaq da ona. Yəni gəlib bir dənə kitab yazıb, fəlsəfədə bir qanunlar qoyub ki, vurub keçmiş fəlsəfi qayda qanunların hamısını darmadiyar eləyib. Yeni qanunlar qoyub, yaxud da bəzi qanunları təkmilləşdirib, yaxud da başqa dəyişikliklər eləyibdir ki, bir sözlə Əsfar adında 9 cildli bir kitab yazıb, hansı ki bugün həmin kitab hələ də baqidir, qalmaqdadır və hər adamın da işi deyil o kitabı oxusun, bilsin. Onu məşhur filosoflar, çox elmli filosoflardır ki, oxuyurlar, yaxud da dərs deyirlər. Nümunə üçün bəlkə də barmaq saymaq olar o kitabı dərs deyən alimlər. İndi oxuyan ki, mümkündür, çox adam olsun, gəlib o dərsdə otursun. Amma dərs deyən çox az adamlar var. Çünki çətin kitabdır, ağır və dərin mənalı kitabdır. Həmin Molla Sədra ki, fəlsəfənin atasıdır, həmin Molla Sədra nə deyir? Özünün sözüdür. Səhv eləmirəmsə, kitabının qabağında var. Mən heç kitabı görməmişəm də. Bəlkə də görmüşəm, bilmirəm. Molla Sədra deyir ki, mən ki, bir məsələ üzərində çalışırdım və həmin məsələni yəqinə çatırdım, sübut eləyirdim əqli və məntiqi usullar əsasında sübut eləyirdim ki, bu şey belədir,
Hətmən belədir. Sonra açırdım həmin məsələ barəsində Qur'ana müraciət eləyirdim ki, görüm Qur'an nə deyir. Əgər sübut elədiyim məsələ Qur'anla uyğun gəlmirdisə, mən öz sübut elədiyim məsələni qoyurdum qırağa, ağlım hətta dərk eləməsə belə, bunu mən mötəzərası deyirəm, ağlım hətta dərk eləməsə belə Qur'anın dediyini qəbul eləyirdim. Çünki bu Qur'an şünasdır, nəinki Qur'anın zahirinə baxırdı, zahirini qəbul eləyirdi, o Qur'anın batininə varıb onu qəbul eləyirdi. Aydındır qardaş, belə deyil ha ki, şiyə dursun elə Qur'anın zahirində nə var, qoysun qırağa, ağlına da kəsir, onu eləsin. Yox, əsla belə deyil. Əslində, şiyə Qur'anın həqiqətinə varır. Zahiri ki, onun hikmətini bir o qədər biruzə vermir, onun batinindədir bütün mənalar, hikməti onun batinindədir. Şiyə elə onun batininə varır. Mənası, nəticə etibarından qardaş, bu ayənin mənası gələcək necə olacaq? Allah Taala'nın qüdrəti bütün qüdrətlərin üzərindədir. Mənası budur. Yədullahu fəvqə əydihim. Yəni, zahiri belədir, yəni tərcüməsi belədir. Allahın əli bütün əllərin üzərindədir. Nə deməkdir bu? Yəni, Allahın qüdrəti, qüdrət əli bütün əllərin üzərindədir. Bu bəli mənasıdır. Yəni Allah bunu demək istəyir. Yadullahu fəvqə əydihim. Allahın əli bütün əllərin üzərindədir. Yəni Allah demək istəyir ki, Allahın qüdrət əli bütün əllərin üzərindədir. Yəni Allahın qüdrəti bütün qüdrətlərdən ucadır və bütün qüdrətlərin üzərindədir. Mən bu misalı səhv eləmirəmsə dəfələrlə çəkmişəm, eyb yox indi çəkim. Allah məsələn bir yerdə Quran-Kərimdə buyurur ki, mən məsələn behişti yaxud dünyanı öz əllərimlə düzəltmişəm, yaratmışam. Düzdür qardaş? Bunun mənası bu demək deyil ki, yəni Allahın əli var, öz əllərinlə düzəldib. Yox, nəuzubillah. Allah ki, belə deyir, mən öz əllərimlə düzəltmişəm. Belə bir misal deyim. İnsan gedir bir nəfərin evinə qonaq, dadlı bir yemək görəndə sual verir ki, nə qəşəhdir, kim düzəldib? Düzəldən adam nə deyir? Düzəldən adam da deyir ki, vallahi öz əllərimlə düzəltmişəm. Əgər bir adam ancaq zahir bin olsa, yəni zahirə baxsa, sözün zahirinə baxsa, belə bir dənə sual verə bilər. Əlinlə, öz əllərinlə düzəlsin, bəyəm əyağınla da yemək düzəldirlər. Amma batinə baxsa, o sözün mənasına baxsa, başa düşər ki, o bunu demək istəyir. Bax, yəni heç kim kömək eləməyib, ancaq özüm düzəltmişəm. Öz əllərimlə düzəltmişəm, yəni özüm düzəltmişəm. Mənası budur. Allah da ki, buyurur, yeri göyü öz əllərimlə xəlq eləmişəm. Yəni Allah heç bir mələyinin, heç bir kimsənin köməyi olmadan yaradıb. Kun fəyakun. Ol deyib, o da dərhal olub. Nəinki Allah dursun, nəyisə, nəuzubillah, daşı daş üstünə qoysun. Bu Allahın şənindən, Allahın şəni bundan münəzzəhdir, paçdır. Allah bu kimi şeylərdən çox uca məqamlardadır. Ki, dursun, daşı daş üstünə qoysun, nəuzubillah. Allah istədiyi şeyə kun fəyakun deyər, o da olar. Ol deyər, o da olar. Aydındır qardaşlar. Bəs nəticə etibarından bu ayələrin hamısının mənası var. Ki, biz inşallah bunların hamısını tədricən oxuyacaq ki, nə deməkdir? Peyğəmbərlərin məsum olmamasını bildirən bir sıra ayələr var, qardaş. Biz onları oxuyuruq, ondan sonra dərsimizi tamam edirik. Misal üçün, Hz. İbrahim əleyhissalam barəsində Quran-ı Kərimdə xəstə olmadığı halda İbrahim Peyğəmbər buyurur ki, İnni səqim. Saffat surəsindədir, səhv eləmirəmsə. Bəli, Saffat surəsindədir. İbrahim Peyğəmbər buyurur ki, İnni səqim. Mən xəstəyəm. Həqiqətən mən xəstəyəm. Halbuki, Quranda bunun əlbəttə ardı var Quran-ı Kərimdə. İstəsəz baxarsınız Saffat surəsində. Xəstə olmadığı halda İbrahim Peyğəmbər buyurur, mən xəstəyəm. Yaxud da Ənbiya surəsinin 63-cü ayəsində buyurulur ki, İbrahim bütləri özü qırdığı halda bilirsiniz, bunun dastanını bir gün İbrahim Peyğəmbərin qövmü şəhərdən qırağa çıxır, gedir. İbrahim Peyğəmbər girir, həmin o bütxanada baltanı əlinə alır, bütün bütləri qırır. Onlarda da məsələn biri günəş Allahı, ay Allahı, nə bilim su Allahı, ölüm Allahı, nə bilim dirim Allahı olur da, nəuzubillah, la ilahe illallah. İbrahim Peyğəmbər hamısını qırır bütlərin, bir dənə ölüm Allahını saxlayır, baltanı da verir onun əlinə.
baltanı verir onun əlinə. Bunlar gəlirlər, sual verirlər İbrahimə ki, bunları kim belədi? İbrahim Peyğəmbər buyurur ki, fəaləhu kəbirəhum həzə. Bu işi onun böyükləri gördü. Yəni, o ölüm Allah'a. Bu, zahiri ayənin yalandır. İbrahim Peyğəmbər özü qırdığı halda deyir, başqası qırır. Zahiri yalandır. Amma bunun batini var. Bunun dərinliyinə varanda görürsən ki, İbrahim Peyğəmbərdən yalan sadir olmaz ki. Mənası var, nəcür dedi. Həm qrammatik baxımdan burada nöqtələr var, həm də başqa məna baxımından nöqtələr var ki, inşallah biz hələ bu dərsimizdə bəyan edirik bunları, bu iradları Peyğəmbərə yönəlmiş. Onun əlbəttə irad da deyil, Quranın bəyanı da bunlar. Ondan sonra Allahın köməkliyindən gələn dərsimizdə bunların cavabını verəcəyik. Həzrəti Adəm barəsində də Quran-ı Kərimdə bu cür əhvalat nəql olunur. Buyurur ki, şeytan Həzrət Adəmin aldanmasına və cənnətdən xaric olmasına səbəb oldu. Ərəf surəsinin 27-ci ayəsində. Burada vərəqdə yaxşı düşməyib ayə, mən ona görə oxumuram. Ərəf surəsinin necə istəsəz, 27-ci istəsəz yox, mütləq baxın. 27-ci ayəsində orada bu cür buyurur Həzrət Adəm barəsində ki, şeytan Həzrət Adəmin aldanmasına və cənnətdən çıxmasına səbəb oldu. Hansı ki, bu nə deməkdir, qardaş? Şeytanın peyğəmbərlərə vəsvəsə edib, onlara təsir etdiyini bildirən ayədir bunlar. Yəni, vəsvəsə elədi, təsir elədi ki, şeytanın da peyğəmbərlərə təsiri, vəsvəsə ilə təsiri ismətlə uyğunlaşan bir şey deyilib. Yaxud da Həzrət Musa əleyhissalamın hadisəsi ki, Həzrət Musa əleyhissalam Qibti, bunun elə bil şiyyəsinlə, yəni tərəfdarınla Qibti dalaşırlar. Həzrət Musa əleyhissalam da onların yanından keçəndə bu Həzrət Musanın tərəfdarı əleyhissalam Musa əleyhissalamın kömək istəyir. Musa əleyhissalam da gəlir, bu Qibtini bir yumruq vurur, Qibti ölür, Qibtini öldürür. Allah Teala Musa əleyhissalama əmr eləyir ki, Firona tərəf get və onu hidayət elə və İsrail övladlarına da nizət ver. Həzrət Musa Allahın cavabında belə buyurur. Buyurur, وَلَهُمْ عَلَيَّ ذَنْبٌ فَأَخَافُ أَنْ يَقْتُلُونَ. Buyurur, mənim onların yanında bir günahım var. Yəni o Qibtinin, elə desə, adamlarının, yəni Fironun yanında günahım var. Əgər getsəm, qorxuram məni öldürərlər. Firon qətl hadisəsini də Musaya dedikdə, Musa əleyhissalam deyir. Musa Peyğəmbər əvvəl Allaha etiraf edir, deyir, mənim günahım var. Günahkar olduğunu yəni deyir. İkincisi, Firon Musa əleyhissalama ki, deyir, sən filan işi filan elədin, Qibtini vurdun, öldürdün. Musa əleyhissalam burada gənə də etiraf edir. Buyurur, qalə fəaltuhə idən və ənə minəl-dallin. Buyurur, bəli, mən etmişəm, həmin Qibtini mən öldürmüşəm və mən günahkaram. Musa Peyğəmbər əleyhissalam özü boynuna alır bir növ ki, bəli, mən onu vurmuşam və mən günahkaram. Hətta Həzrəti İslam Peyğəmbəri barəsində də bəzi ayələrin zahirindən o Həzrətin günah etdiyi anlaşıla bilər. Məsəl üçün, Fəth surəsinin birinci, ikinci ayələrində buyurur ki, İnnə fətəhnə ləkə fəthən mubinə liyəğfirə ləkəllahu mə təqəddəmə min zənbikə və mə təəxxər. Allah Teala buyurur ki, ey Peyğəmbər, həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik. Allah bununla sənin əvvəlki və sonraki günahlarını bağışlayacaq. Əvvəlki və sonraki günahlarını bağışlayacaq. Yəni, sənin günahın var ki, bağışlayacaq səni. Məkkənin fəthindən danışır ki, Həzrəti Peyğəmbər Məkkəni fəth eləyir. Ondan sonra Fəth surəsi ya ayələri nazil olanda Allah Teala belə buyurur ki, Allah Teala sənə açıq-aşkar bir fəth bəxş elədi. Quranın bəzi ayələrində Əziz İslam Peyğəmbərini şəkk etməkdən çəkindirir və buyurur. Halbuki Peyğəmbər barəsində şəkkin heç bir mənası yoxdur ki, Peyğəmbər şəkk eləmiş olsun. Buyurur, ya Peyğəmbər, əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, bu haqda səndən əvvəl kitab oxuyanlardan, yəni ki, Abdullah ibn Salam, əlbəttə bu Quranın yazdığı bir
haşiyədir. Abdullah ibn Salam kimi kitab əhlindən sorur. Haqq sənə sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma. Yunus surəsi 94-cü ayəsidir. Yəni Allah Taala peyğəmbərini şübhə, şəkk eləməkdən çəkindirir. Şəkk eləmə. Özdə nəyə şəkk eləmə? Sənə nazil olana şəkk eləmə. Yəni Qur'ana şəkk eləmə. Burada bu da heç cür peyğəmbərlərin ismətinlə uyğun gəlməyən məsələdir ki, peyğəmbər nəyəsə şəkk eləsin. Bir məsələ var. Peyğəmbər güya Həra dağında, Həra mağarasındakı vəhy qəbul edir. Güya tarixdə belə bir şey nəql olunur və əlbəttə batil bir şeydir bu. Güya ki, Həzrəti Peyğəmbər oradan çıxır, gedir, qorxmuş halda, şəkk halında ki, bu nə idi, mənim başıma gəldi. Həzrəti Xədicənin yanına, Xədicənin də salamullahi aleyhanın da bir əmisi oğlum olur, Vərəqət ibn Nofəl olur, səhv eləmirəmsə adı. Onun yanına apar, bu münəccim olur. Əvvəldən deyir ki, belə bir peyğəmbər gələcəkdir və Həzrəti Xədicəyə bir yuxu görür Həzrəti Xədicə. Həzrəti Xədicə bu sənin bu yuxun mənası budur ki, sən axirət zaman peyğəmbərinlə evlənəcəksən. Güya bunu aparır peyğəmbəri Həzrəti Xədicə salamullahi aleyhimə, aparır həmin Vərəqət ibn Nofəlin yanına ki, buna nə olubdur, deyir, heç nə, narahat olma, sən peyğəmbərsən, axirət zaman peyğəmbərsən, o da mələkdir. Halbuki batin şeydir, mümkün deyil ki, peyğəmbər vəhiy ki, qəbul edir, onda şəkk şübhə eləsin. Bu kimi iradlar peyğəmbərlərin barəsində var və biz inşallah gələn dərsimizdə həmin cavabları, şübhələrin cavabını verəcəyik. Bugünkü dərsimizdə bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.